Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Oruç tutan şəxs gündüz vaxtı əgər məzməzə edərsə, məzməzə yəni ağzı yaxalamağa deyərlər. Xatircəmdir, suyu udmayacaq. Ağzını yaxalayır. Bu iş icazəlidir, olar. Əgər təsadüfən səhvə yol verərsə, ağzını yaxalayarkən bir miqdar o sudan udarsa, səhvən, təsadüfən udarsa, hansı ki xatircəm idi, suyu udmayacaq. Təsadüfən suyu udarsa, həmən günün orucunu tamam edəndən sonra bir gün qəza orucu tutmalıdır. Amma əgər özündən xatircəm deyil, yəni heç orucluq olmamış, başqa vaxtlarda adətən bu ağzını yaxalayarkən çox vaxt suyu udur, yəni saxlaya bilmir. Ki suyu udursa, buna icazə yoxdur məzməzə etmək. Əgər etsə və su qarnına getsə, utsa belə, bilərəkdən orucu batil edənin hökmündə sayılır. Ki orucu batil olar, hətta kəffarə də ona vacib olar. Və yenə təkrar ki, xidmətinizə səsləndiririk ki, bəli, xatircəmdir, suyu udmayacaq. Adi halda insan ki, məzməzə edirdi, yəni ağzını yaxalayırdı, yəni pis qoxu gəlməsin, ya narahat idi ki, bəli ki, və yaxud çox susuzluğuna əziyyət edirdi, icazəlidir suyu udmamaq şərti ilə yaxalayıb, sonra çölə tüpürsün, üzr istəyirəm, və bu işi 3 dəfə, yəni 3 dəfə tüpürmək daha ehtiyat yaxşıraqdır ki, ehtiyata münasibdir. Bəli, indi təsadüfən suyu utsa, orucu tamamlayandan sonra bir gün qəza tutacaqdır. Amma bu iş, yəni ağzı yaxalamaq, əgər dəstəmaz alarkən olarsa, çünki dəstəmaz zamanı, dəstəmazda bir neçə şey müstəhəbdir, müstəhəb əməllər var. Məsələn, biri istinşaqdır, buruna su çəkmək və biri yəni ağzı yaxalamaq ki, buna məzməzə deyərlər. Dəstəmaz zamanı bu iş baş verərsə, xatircəmdir, suyu udmayacaq. Dəstəmaz alarkən ağzını yaxalayıb və təsadüfən suyu udarsa, əgər bu dəstəmaz vacibi dəstəmaz idi, məsələn, namaz qılmaqdan ötəri, günorta zöhr vaxtı ki, namaz qılacaqdı, dəstəmaz alarkən, ağzını yaxalayarkən səhvən suyu utsa, orucu düzdür, heç qəzası da yoxdur. Amma əgər müstəhəbbi bir dəstəmaz olarsa, məsələn, müstəhəb necə istəyirdi, Quran oxusun. Quran oxumaq üçün dəstəmazlı olmaq müstəhəbdir. Və yaxud gündüz vaxtı istəyirdi, gedib Əhl-i Qubura bir ziyarət etsin, ki, bir Fatihə oxusun, orada dua etsin, ki, müstəhəbdir ki, bu işdən ötəri də dəstəmaz alsın. Bəli, müstəhəbbi dəstəmaz alarkən, xatircəm idi, suyu udmayacaq və məzməzə etsə, ağzını yaxalasa, təsadüfən suyu utsa, yenə də orucu batil olmaz, orucu düzdür. Amma ehtiyat müstəhəbdir ki, Ramazandan sonra bir gün qəza tutsun. Yenə dönə-dönə təkrar edirik ki, amma əgər dəstəmaz almırdı, nə vacibi, nə müstəhəbbi dəstəmaz almırdı, sadəcə istəyirdi ki, ağzını yaxalasın və bu işi gördü, təsadüfən suyu utsa, o surətdə gərək vacibdir ki, bir gün Ramazandan sonra bir gün qəza orucu tutsun. Vəsail-ü Şiə kitabında ki, Həzrət İmam Sadiq əleyhissalatu vəssalamdan ki, nəql olunan bir rivayətdə oxuyuruq. Rabidir, Səəltuhu ən rəculin əbəsə bilma yətəməzmədu bih min ətəşin. Soruşdum İmam Sadiq əleyhissalamdan, bir kişi ki, susuz idi, istədi ağzını yaxalasın, suyu udmamaq şərti ilə ağzını yaxalasın, məzməzə etsin. Bəli, məzməzə etdi. Fəddəxələ həlqə. Bu zaman elə oldu ki, təsadüfən su onun boğazına getdi. Yəni, o suyu təsadüfən bir miqdar utdu. Bunun məsələsi necür olar? Həzrət buyurdu ki, əleyhil qəza. Bu şəxs bir gün qəza tutacaq. Yəni, həmən günün qəzasını gərək yerinə yetirsin. Və in kana fi vuzu fəla bəsə. Ki, əgər bu iş dəstəmaz vaxtı
olubsa, dəstəmaz alarkən ağzını yaxalayan zaman ki, suyu udubsa təsadüfən, səhvən, o surətdə fəla bəsə, heç bir eybi yoxdur. Yəni qəzası da yoxdur. Eyni zamanda ki, hədis-i müvəssəq-i sümaədən, eyni zamanda Səhih Hələbidən ki, İmam Sadiq əleyhissalatu vəssalamdan ki, nəql olunan başqa bir rivayət ki, Həzrət İmam Sadiq əleyhissalam buyurub, Fis-saim yetevəzzəu lis-səlah ki, oruç tutan namaz üçün dəstəmaz alır. Fəyədxulul ma həlqə. Bu zaman ağzını yaxalayarkən, yəni su onun boğazına daxil olur. Yəni sudan bir miqdar səhvən udur. Ki, bu sualı soruşdular İmam Sadiq əleyhissalatu vəssalamdan. Həzrət budur ki, İnkânə buzuhu lissəlatin fərizə. Əgər vacibi namaz üçün dəstəmaz alırdı, bu iş baş versə, fəleysə aleyhi şeyun. Və inkânə buzuhu lissəlatin nafilə. Əgər müstəhəbbi namaz üçün dəstəmaz alarkən bu iş baş verərsə, fəaleyhil qəza. Bu surətdə o qəza orucu tutacaq. Əlbəttə fəqihlər ki, bunu yəni ehtiyat müstəhəbbə həml ediblər ki, yəni ehtiyat müstəhəbdir ki, əgər müstəhəbbi dəstəmaz alarkən bu iş baş veribsə, ehtiyat müstəhəb odur, bir gün qəza orucu yerinə yetirsin. Dəyərli izləyicilər, əgər bu iş istinşaq zamanı, yəni ağzını yaxalayarkən yox, burnuna su çəkərkən, insan xatircəmdir, su getməyəcək boğazına. Adi hallarda ki, burnuna suyu çəkir və onu çölə çıxarda bilir. Xatircəmdir, burnuna suyu çəkərkən ki, qəflətən, təsadüfən suyu udarsa, bu surətdə heç bir yəni qəzası filanı yoxdur, yəni orucu düzdür. Çün deyilən bu rivayət ki, bu hökm vardır, məsum imamdan ki, Allahın salamı olsun ona, bu məzməzə zamanı ağzı yaxalayarkən baş verərsə, Həzrət onu bəyan etmişdi. Bəs buruna su çəkərkən bu iş baş verərsə, bu haqda rivayət olmadığına görə ki, bəli ki, fəqihlər, ki, müstəhidlər, ki, əməliyyə risalələrində qeyd ediblər ki, bu iş oruca xələl yetirməz. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.